Təsəvvür edin ki, nəyəsə nail olmaq üçün düz 127 il gözləyirsiniz. Bəli, tam 127 il. Və bu, nəhayət dünyanın ən güclü rəqiblərindən birinə qarşı baş verir. Həqiqətən də qulağa inanılmaz gəlir. Hər vaxtınız xeyir? Xoş gördük. Bugün biz sizinlə, yəni bizi dinləyənlərlə birlikdə məhz bu tarixi anı dərindən incələyəcəyik. Bournemouth klubunun necə o qədər həsrətdən sonra bu nəticəyə çatmasını araşdıracaq. Düzdür, yəni bu sadəcə lövhədəki bir rəqəm, bir xal məsələsi deyil. Bu, komanda idmanında taktiki intizamın bizə nələr verə biləcəyini göstərən, necə deyərlər, canlı bir dərsdir. Aha, bəs hər şey necə cəryan etdi? Gəlin Premier Liqanın 37-ci turuna qaydaq. Manchester City ilə o məşhur həlledici matça. Bəli, o maç əsl kulminasiya nöqtəsi idi. Oradakı bir-birlik heç-heçə komandaya mövsümdəki 56-cı xalını qazandırdı və ən əsası onları liqada 6-cı yerdə möhkəmləndirdi. 6-cı yer. Yəni klubun 127 illik tarixində ilk dəfə olaraq Avropa yarışlarına vəsiqə qazanması deməkdir bu. Tamamilə doğrudur. Bu bir-birlik heç-heçə məhz Avropanın qapılarını açdı onlara. Amma bir dəqiqə, gəlin reallıqlar azlaşaq. Bir-birlik hesab bəzən, yəni sadəcə bəxt işi də ola bilər, elə deyil? Xüsusən də Manchester City kimi bir nəhəngə qarşı. Yəni çox komanda ilə o cür yanaşır əslində. Bəli də, yəni komandalar tez-tez bütün heyətlə müdafiəyə qapanır. 90 dəqiqə qapı qarşısında, belə deyək, avtobus park edirlər, sonra da təsadüfi bir əks hücumla bir xal qoparırlar. Aha, başa düşürəm nə demək istədiyinizi. Amma Bournemouth'un vəziyyəti fərqli idi. Baş məşqçi Andoni Iraolanın rolu elə burada. O dediyiniz avtobus park etməməkdə ortaya çıxır. Yəni siz deyirsiniz ki, buna sadəcə təsadüf demək olmaz? Iraola nəsə xüsusi bir şey etdi. Qətiyyən təsadüf deyildi. Iraola City'yə qarşı o klassik müdafiəyə qapanma üsulunu seçmədi. O, tamamilə fərqli bir fəlsəfə tətbiq etdi. Çox maraqlıdır. Nə idi o fəlsəfə? Baxın, onun sisteminin mərkəzində çox aqressiv, yüksək pressing dayanır. Təsəvvür edin, sən topu öz cərimə meydançanda yox, birbaşa rəqibin yarım sahəsində almağa çalışırsan. Manchester City'yə qarşı topa daim sahib olmağı sevən, yəni ancaq pasla oynayan bir komandaya qarşı rəqib yarım sahədə pressing etmək, bu çox böyük cəsarətdir. Bəli, həm böyük riskdir, həm də cəsarət tələb edir. Yəni, sən onların rahat paslaşmasına, o öz oyunlarını qurmasına qətiyyən imkan vermirsən. Bu, sanki bir marafonçunun strategiyasına bənzəyir. Necə yəni marafonçu? Bax, belə izah edim, rəqibin o qısa və sürətli sprintlərinə uyğunlaşıb tez yorulmaq əvəzinə, sən öz sabit və yorucu ritmini onlara diktə edirsən. Onları öz ritmində oynamağa məcbur edirsən. Aha, indi tam aydın oldu. Deməli, onlar City'nin oyununu sadəcə pozmaqla kifayətlənməyib, öz oyunlarını onlara qəbul etdirdilər. Bu artıq böyük taktiki bir zəfərdir. Tamamilə elədir. Mövsüm boyu topladıqları o 56 xalın arxasında da elə məhz bu stabil, qorxusuz idarə etmə dayanır. Doğrudan da təsir edicidir. Amma indi məni başqa bir məsələ düşündürür. 127 illik o böyük tarixi məqsədə artıq çatılıbsa, yəni Avropaya bilet cibdədirsə, qarşıda qalan o sonuncu oyun nəyə lazımdır axı? Siz yəqin ki, 24 maydakı o son səfər oyununu nəzərdə tutursunuz. Bəli, Nottingham Forestə qarşı 38-ci tur matçı. Yəni, bu maç komanda üçün sadəcə bir bayram gəzintisi olacaq. Yoxsa meydanda nə isə sübut etməyə hələ də ehtiyacları var? İnanın mənə, peşəkar səviyyədə oynayan və Iraola kimi tələbkar, intizamlı bir məşqçisi olan heç bir komanda üçün bayram gəzintisi anlayışı mövcud deyil, qətiyyən. Yəni deyirsiniz ki, heç bir arxayınlıq olmayacaq? Əlbəttə yox. Bu, sonuncu oyun komandanın qürur məsələsidir. Eyni zamanda növbəti mövsüm üçün çox vacib bir psixoloji tramplindir. Amma, yəni formanı və komandanın o əhvalını qorumaq baxımından. Bəli, Nottingham Forestlə o səfər maçı onlara əldə etdikləri yüksək pressing intizamını yenidən nümayiş etdirmək üçün şansdır. Təzyiq altında belə standartlarını heç vaxt aşağı salmadıqlarını hamıya sübut etməlidirlər. Düzdür, yəni tarixi uğur qazandıqdan dərhal sonra boşaltsan, bu onlara çox mənfi təsir edər yəqin ki. Təbii ki, əgər son oyunda məsuliyyətsiz davranıb zəif nəticə göstərsələr, bu gələcək mövsümün hazırlığına psixoloji olaraq çox böyük zərbə vura bilər. O qazandıqları momentumu mütləq qorumalıdırlar.
Deməli, düzgün idarə etmə və qurduğun o sistemə inanmaq məhz belə fasiləsiz davamlılıq tələb edir. Sizin də dediyiniz kimi, momentum qətiyyən itirilməməlidir. Bəli, heç vaxt. Ana, bilmirəm, bəlkə siz də bu barədə düşünmüsünüz, elə bu nöqtədə mənim ağlıma daha qorxulu bir sual gəlir. İndiyə qədər yalnız daxili çempionat üçün, yəni həftədə cəmi bir oyun qrafiki ilə qurulmuş Bournemouth kimi bir klub var ortada. Hə, çox yerində verilmiş bir sualdır. Bəs gələn mövsüm Avropa futbolunun onlara gətirəcəyi o amansız sıx qrafiklə necə başa çıxacaqlar? Məsələn, cümə axşamı qitənin o bir ucunda çox ağır bir səfər matçı oynayıb, ardınca bazar günü qayıdıb Premier Liqada eyni aqressiv, o yorucu yüksək pressing sistemini tətbiq etmək. Bu heç də asan olmayacaq. Çox, həm də çox çətin olacaq. O tempə dözmək hər komandanın işi deyil. Bəlkə də 127 illik həsrət bitsə də, əsl sınaq elə bu amansız təqvimin altında əzilib-əzilməməkdə gizlidir. Yəni, əsl mübarizə indi gələn mövsüm başlayır. Düşünürəm ki, bu dinləyicilərimiz üçün də üzərində düşünməyə dəyər çox vacib bir məqamdır. Sizinlə bugün bu mövzunu belə dərindən araşdırmaq çox maraqlı oldu. Mənim üçün də həmçinin təşəkkürlər.